Salam, hər kəsi salamlayıram. Hər vaxtınız xeyir. Kanalıma, yeni vloguma xoş gəlmisiniz. Necəsiz? İnşallah ki, yaxşı olasınız həmişə. Məni soruşsaz, mən o qədər də yaxşı deyiləm. Şükür Allaha, elə bir pis bir şey yoxdur. Sadəcə səsimdə biraz soyuqlama var. Buna görə üzürlü sayın. Yəni belə bir səslə vlog səsləndirmək istəməzdim, amma məcbur qaldım. Çünki vlog hazırlayıram, sizin üçün səsləndirmək lazımdır. Ona görə də məcbur oldum. Yəni belə bir səslə danışmalı oldum. Bu istilərdə çox soyuq su içmişdim. Soyuq çox içirdim, isti idi deyə. Səs tellərimə ziyanlıq oldu, yəni zərəri oldu, səs tellərim soyuqladı. İndi biraz boğazımda qıcıqlanma var və səs tellərim görürsünüz də, yəni belə bir vəziyyətdədir. Onun üçün də yəni məcburam artıq belə bir səslə vlogu dinləyəcəksiniz, izləyəcəksiniz. Yəni belə. Bu günləri bazarlıq etmişdik. Yəni yüngül bir bazarlıq. Evdə vermişir, makaron, qreçka, mərci, belə bir şeylər yəni yox idi, bitmişdi. Onları aldıq. Bugün spagetti hazırlamaq istəyirəm. Və bir də makaron süzəcəm. Hər ikisindən hazırlayacağım. Üzərinə də qıyməli sos hazırlayacağım. Yəni belə mətbəxdə artıq işə başlamışam. Bir neçə qablar idi. Dedim onları yuyum. Sonra yemək hazırlayayım. Siz necəsiz, neyinirsiniz? Mən keçən vlogda sual vermişdim ki, musiqisiz hazırlamışdım. Yəni vlogu bilirsiniz. Sual vermişdim ki, musiqi ilə olsun, yoxsa musiqisiz, rəylərdə bildirin. Rəylərə baxdım, musiqi ilə istəyən də var, amma məncə çoxluq musiqisiz istəyir. Mən belə başa düşdüm. Düzdür, rəylərdə elə də çox yazanlar yox idi, bir neçə nəfərdir. Amma hər halda o bir neçə nəfərlə də bilmək olur ki, musiqisiz daha xoşdur. Yəni vlogları izləmək. Ona görə də artıq mən vloglarımda lazım olmadıqca, elə də tələb olmadıqca musiqi səsləndirməyəcəm, musiqi ilə etməyəcəm. Ona görə də sizin istəyinizə görə belə bir qərara gəldim. Yəni ona görə də bundan sonra vloglarım musiqisiz olacaq. Yeri gələndə ola bilər, hər hansı bir bilmirəm, elə bir şey ola bilər ki, orada musiqi ola bilər. O başqa, amma belə yəni vlog hazırlayanda ki, musiqilər qoyurdum danışmadığım yerlərə, onu artıq etməyəcəm. İzləyicinin fikirləri mənim üçün önəmlidir və mən bunu nəzərə aldım. Yəni belə. İndi gördüyünüz kimi tərəvəzləri yumuşam. İndi onları təmizləyib doğrayacağım. Qiyməli sozun hazırlığını görürəm. Qiyməli sozda mən demək soğan, biber, pomidor yəni əlavə edəcəm. Soğan, qiymə və biber, pomidor. Bir də bir diş sarımsaq əlavə edəcəm. Yəni belə. Qiyməli sosu belə hazırlayıram. Bir də pomidor tomatı, şirin pomidor tomatı bir qaşıq əlavə eləyirəm. Ədvallar da öz yerində. Duzu, istiotu, sarı kökü
Yəni ədəbalarda əlavə eləyəcəm. İndi görəcəksiniz. Yəni mən belə hazırlayıram. Bilmirəm indi kim necə hazırlayır. Əslində makarona, spagettiyə bir neçə cür soslar var. Ətsiz və ya ətlə, ayrıca qıymə, ayrıca sos. Belə də hazırlayıram. Yəni bir neçə variantda hazırlayıram. Amma bu dəfə çox uzun çəkməsin deyə, yəni belə də hazırlayıram. Çox ləzzətli olur. Soğan, qıymə, yəni üzərinə də pomidorunu, bibərini əlavə etdim. Yəni qıymə ilə sos bir arada. Belə daha çox, yəni həm rahat olur, dadlı da olur, ləzzəti də öz yerində. Makaronu qaymaqlı sosla da hazırlayıram. O daha çox qışda məncə yaxşıdır. Çünki ağırdır, qaymaq yağlıdır. Yəni belə yay ayında məncə o yaxşı olmaz, yeyilməz, yəni ağırlıq verər. Ona görə yay vaxtı elə belə bir sos, yəni biberlə, pomidorla olan sos daha yaxşıdır. Hətta ətsiz olsa daha da gözəl olar, amma bizdə öyrəşiblər, hər şeydə ət var. Ət olanda daha doyumlu olur. Qıymə ilə daha çox sevirlər. Ona görə mən qıymə ilə hazırladım. Spagetti üçün ayrıca belə sarımsaq qatıq hazırladım. Sarımsağı sürtkəcdən keçirdim. Biraz duz və qatıq. Onları qarışdırdım. Hazır qatıq sosu. Yəni bizdə mütləq belə sos, ətli sosdan əlavə sarımsaq qatıq da olur. Makaronun, spagettinin yanında. Biz belə yeyirik. Fikirləşərsiniz ki, mən bu spagettiləri nə üçün belə çıxartdım sudan, süzmədim. Çünki elə həmin suda yarım paçka, elə bir paçkanın yarısını belə spiral makarondan süzdüm. Çünki ayrı su artıq təzədən qaynatmaq istəmədim. Spagettini çıxartdım. Makaronu həmin suya əlavə etdim.
bişdi və süzdüm. Yağını da əlavə etmişəm. Yəni belə iki cür oldu. Həm spagettimiz var, həm spiral makaron süzdüm. Spagettini bir paçka hamısını süzmüşəm, amma spiral makaronun paçkanın yarısını. Yəni belə bu bizdə yeyilir, çox xoşlayırlar. Makaronu, spagettini yoldaşımda, uşaqlarda həddindən artıq çox sevirlər. Mən o qədər də sevmirəm, yəni yeyirəm. Ara-ara, yəni hərdən bir darıxmalıyam makaron üçün, spagetti üçün ki, yəni ki, çoxdan yeməməliyəm ki, ürəyim istəsin o yeməyi. Belə, indi də elə çoxdan da hazırlamırdım. Özüm üçün də biraz çəkdim. Uşaqlar, yoldaşım yedilər. Axıra özüm qalmışdım, çünki iş görürdüm. Həm də hələ acmamışdım. Sonra süfrəni yığdım. Hər şeyi yerləşdirdim. Özüm tək əyləşib yeməyimi yedim. Dadlı alınmışdı, çox gözəl idi. Hər şey yerində. Yəni belə. Bizdə makaron, spagetti hətta səhərə qalsa daha çox sevirlər. Onun boyatlanmışını, onu isidirəm, sevə-sevə yeyirlər. Yəni bu qədər sevilir. Amma yenə dediyim kimi məndən başqa mən o qədər də həvəskarı deyiləm. Ümumiyyətlə xəmir yeməklərində o qədər də həvəskar deyiləm. Yəni çox sevmirəm. Yeyərəm. Yəni o yemək üçün bir uzun müddət yeməməliyəm ki, o yeməyi xəmir xörəklərindən söhbət gedir. Yəni onu tez-tez yeyə bilmirəm. Uzun müddət yeməməliyəm ki, o yemək üçün darıxım, o yeməyi ürəyim istəsin. Yeyəndə də elə də çox yemirəm, biraz yeyirəm. Yəni belə. Amma uşaqlar sevir, yoldaşım xoşlayır xəmir yeməklərini. Yəni onlara görə bişirirəm. Belə aldığımız qreçka, xırda vermişik, qırmızı mərcək, yəni bunlar hamısı bitmişdi. İndi onları almışdıq, yerləşdirirəm qablarına. Onları yerləşdirib şkafa yığacağım. Yəni belə əlimin altında olsun ki, bir də görürsünüz birdən nəsə lazım olur. Baxırsan ki, bitib yoxdur. Yəni narahatçılıq olur. Bir də gedib onu almaq, gəlmək, görürsünüz ki, alınmır. Ona görə həmişə bitdikcə alıram ki, əlimin altında hazır olsun. Lazım olanda işlədim. Yəni belə. Sizdə necə? Siz xəmir xörəklərini sevirsiniz? Yəni ailəniz xoşlayır, siz özünüz necə xoşlayırsınız? Tez-tez hazırlayırsınız xəmir xörəklərini. Bizdə yəni belədir. Ailə var ki, görürsünüz, çox tez-tez hazırlayır. Hətta yayın istisində belə xəngəl süzür tez-tez. Xəmir yeməklərini hazırlayır. Ancaq mən yox, yəni. Həm sevmirəm o qədər, həm də yayda, istidə ümumiyyətlə elə yeməkləri çox yemək olmur. Səhəri gündür, səhər açılıb durmuşam, bəzi xırda işlərimi gördüm. İndi hazırlaşıram, bacımgilə gedəcəm. Yəni bugün bütün günü evdə olmayacağam. Yəqin ki, bilmirəm oradan nəsə vlog çəkə bilərəmmi, vlog üçün nəsə bir şeylər, yoxsa çəkə bilməyəcəm, onu bilmirəm. Yəni belə. Artıq hazırlaşıram. Yüngül biraz makyaj edəcəm. SPF çəkəcəm, çünki gün şüalarına görə üzümə SPF nəmləndirici kremim var. Yəni gördüyünüz kimi yüngül tonalım var. Biraz belə hərəsindən biraz istifadə edəcəm.
Səhər durmuşam, özüm üçün soyutma yumurta pişirdim. Ürəyim soyutma yumurta istədi. Başqa şey istəmədim yeyim səhər-səhər. Heç kim yoxdur, tək özüməm. Bəzi işlərimi gördüm. Dedim indi səhər yeməyimi yeyim, çünki başqa işlərim də var. Dünən dediyim kimi bacımgilə getmişdim. Axşam çox gec gəldim. Heç bir şey çəkə bilməmişdim vlog üçün. İndi səhəri gündür. Səhər yeməyimi yeyib işlərimi görəcəm. Çoxlu paltar yığılmışdı ütü stolunda, məni gözləyirdi. Paltarları ütüləməyə qərarlaşdırdım, çünki yığıldıqca sonra çox çətin olur onları ütüləmək. Buna görə dedim tez onları da ütülüyün, yerlərinə yerləşdirim ki, lazım olanda hazır ütülü olsun. Mən ümumiyyətlə paltarlar yığıldıqca ütülənləsi paltarları qatlayıb ütü stolunun üzərinə yığıram. Sonra onları hamısını birlikdə ütülüyürəm və yerlərinə yerləşdirirəm. Sizdə necə? Sizdə də bu qədər paltar çıxır. Yəqin ki, ailə belədir ki, yaydır, tez-tez paltarlar dəyişilir. Tez-tez, yəni tərləyirsən, tez-tez paltarları dəyişməli olursan. Ona görə həddindən artıq çox paltar olur. Yəqin ki, sizdə də belə olar. Bizdə yəni belədir. Demək, bir izləyicimin sualına cavab vermək istəyirəm. Bir gözəl xanım da həmişə məni izləyir, öz fikirlərini yazır, onu maraqlandıran suallar verir. Mən də bacardıqca cavablandırıram. Ümumiyyətlə, bütün izləyicilərin fikri mənim üçün önəmlidir. Kim nə sual verirsə, mən bacardığım qədər çalışıram ki, o suallara cavab verim. Bir gözəl xanım izləyicim mənə yazmışdı ki, mənim fincanımda S hərfi var, amma kanalımın adı başqadır. Yəni adımla hər hansı bir əlaqəsi varmı? Onu deyim ki, kanalımın adı mənim adımla bağlı deyil. Sadəcə o ad mənə uyğun idi, xoşum gəldi. Yəni günlük işlər gördüyümə görə kanalımın adını Günün İzi qoydum. Amma fincanda olan S hərfi, bəli, mənim adımın baş hərfidir. Sözün düzü, yəni adımı deyə bilməyəcəm. Hələ ki adım elə belə qalsın. Yəni kanalımın adıyla Günün İzidir. Kanalımın adı kimi qalsın. İnşallah yenə vaxtsa bəlkə adımı deyə bilərəm. İndi hələ ki belədir. Yəqin ki məni başa düşərsiniz. Üzürlü sayın. İnşallah o günlər də gələr ki adımı da deyərəm. Hələ ki
kanalımın adıyla yenə deyirəm, günün izi belə gedir. Yəni belə, bu qədər o sualın cavabını məncə yetərincə cavablandırdım. Başqa elə bir şey deyə bilməyəcəm. İzləyicimə də təşəkkür edirəm. İzləyir, maraqlanır. Yəni maraqlandığına görə də suallar verir. Bu mənim üçün çox xoşdur. Hamınızın rəylərdə fikirlərini gözləyirəm. Sizi nə maraqlandırır, hansı fikirləri demək istəyirsiniz vloqum haqqında. Yəni fikirlərinizə hörmətlə yanaşıram və yenə də deyirəm, suallarınıza da çalışacağam ki, yəni cavab verə bilim. Bacardığım qədər, təbii ki. Dünən bacımgilə getmişdim. Bacım qızı yenə mənim üçün balıq payı ayırmışdı. Bir neçə vloqumda demişəm. Bacım qızının yoldaşı hobbisidir balıq tutmaq. Ona görə gedib hər balıq tutanda görürsüz ki, imkan yarandısa, çünki biz bir-birimizə biraz uzaq yaşayırıq. Mən gedəndə ya onlar gələndə belə balıq payımı verirlər. Mən də dünən bacımgildəydim. Bacım qızı balıq payımı verdi. Sağ olsunlar. Burada onlara təşəkkür edirəm. Çox sağ olsunlar. Payları da çox olsun. Çünki bilir ki, mən balıq sevirəm. Belə, indi bu balıqları təmizləyəcəm. Yaxşı-yaxşı qızardacağım. Bizdə uşaqlar belə balıqları yemir. Yoldaşımla mən yeyirik. Yəni ikimiz yeyirik balıqları. Çünki belə sümüklü balıqları sevmirlər. Onlar ancaq sümüyü olmayan balıq növlərini xoşlayırlar. Ona görə də bu balıqları biz yeyirik. Belə sümüyü olan balıqlardan kütüm, sazan, yəni biraz iri balıqları, onların sümüyü çox elə olmur deyə yenə onları yeyirlər uşaqlar. Amma belə xırda sümük balıqları heç sevmirlər, yeyə bilmirlər. Ona görə, yəni mən sevirəm. Mən hər növ balığı sevirəm. Çünki balıq sevirəm ona görə. Yəni belə, indi bunları təmizləyim. Yaxşı-yaxşı qızardaq, yeyək. Siz necə balıq sevirsiniz? Adam var ki, hər növ balığı yeyə bilmir. Yəni seçir. Hansı növ balığı yeyə bilir, hansı növ balığı yeyə bilmir, daha çox xoşlayır, xoşladığı balıqlar var. Yəni belə, mən yeyirəm, yəni balıq yaxşıdır, həm xeyirdir, çox xeyirlidir balıq. Ona görə həm də sevirəm balığı. Sevdiyimə görə də rahatlıqla yeyə bilirəm. Gördüyünüz kimi balıqları təmizlədim. Baş hissələrini kəsmişəm. Çünki bunların baş hissələri yeyilmir. İndi qaldı, deməli bunları yaxşı-yaxşı yudum. İndi qaldı bunları, duzunu, istiotunu, ədəvalarını vurmaq, əlavə etmək, sonra qızardarıq. Yəni belə. Mən balıqlarımı təmizlədim, amma bunu sizin üçün çəkmədim. Təmiz halını göstərirəm. Yəni belə.
Balığımıza deməli duz, istiot, qırmızı istiot, paprika, biraz ximeli süneli vurdum. Mən ümumiyyətlə ədvaları çox sevirəm. Yaraşdırıram. Biraz zoğal turşusu vurdum. Yəni belə. Elə burada tez olsun deyə unladım, qızardım. Balıqları tez qızardaq. Birazını götürdüm, elə belə ədvalı halda yığdım bir kloka, paketə. Paketlədim, qoydum buzluğa ki sonra qızardaram. Bu qədər hələ ki bəsdir. Belə bir halda qızardıram bunları. Çox da gözəl görünür. Hamısını yerləşdirəcəm bura. Bir dəfəlik. Baxın belə. İndi bu balıqlarım qəşəng-qəşəng qızaracaq. Bu da bizim kızarmış balığımız. Balıq artıq hazırdır. Qızartdım onları. Gözəl görünürlər. Şimdi biz yemeğimizi yiyək, bizə nuş olsun. Burada belə bir sosdur. Bunu sizə göstərmişəm. Mağazalarda, marketlərdə satılır. Burada da pomidor, turşu soğan, qırmızı soğan, reyhan, zoğal turşusu. Yəni burada duz istiyor. Belə bir qarışıq salat deyək var. Balığın yanına gözəl yaraşır. Burada da vlogumu bitirmək istəyirəm. Artıq axşamdır. Özüm üçün çay süzürəm. Çay içə-içə biraz dincəlim. Çox yorulmuşam gün ərzində. İndi dincəlmək vaxtıdır. Sizinlə sağollaşıram. İnşallah ki yeni vloqlarda, yeni videolarda görüşərik. Əgər vlogumu bəyəndinizsə bəyənməyi unutmayın. Yeni qoşulanlar da abunə olmağı və videolarımı bəyənməyi unutmasınlar. Təbii ki, əgər məni izləyirlərsə və vloqlarımı bəyənirlərsə. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Hələlik.